Baba niye bileniyorsan akı niye? Niye bizim hayatımızla oynuyorsan? Cavan. Sen gittiğiniz aboneciye müvekketi olarak zevk çatmış. Biraz Haklısın akı Cavan, haklısın. Nadanlıyım. Su iç. Necəsən gözəl? Necə olum? Yaxşı olmağa çalışıram. Mənə bax. Hı. Peki gelib dincələsən sən? Bütün gün buradasın. Yox. Mən buradan ayrılmaq istəmirəm. Anamın yanında qalacağım. Başa düşürəm, amma belə də olmaz axı. Siz istəyirsiniz gedin dincəlin. Yorulmusunuz siz də. Ya, onda biz də qalırıq. Hə, Aysu, narahat olma. Nə lazımdırsa buradayam bu gün. Amma sabahdan keçək hərəkətə yaxşı. Görək pulu hardan tapırıq. Boş durmaq nə olmur, nəsə eləmək lazımdır. Əziyyət çəkməyin. Mən evimi satacağım. Demişdim də sizə. Tələsmə də. Biraz gözləyək. Əvvəl biz axtaraq, bəlkə hardansa tapdıq. Tapmasaq onda baxarıq. Düz deyir. Qoy birinci özümüz baxaq görək nə edə bilirik. Ondan sonra qərar verərik. Bilmirəm. Çaşmışam. Belə bir hər şey üstümə gəlir. Düzdür, çətindir. Amma biz buradayıq da Aysun. Tək deyilsən ki. Əlimizdən nə gəlir eləyəcəyik ki, tək Xalidə xala sağalıb evinə qayıtsın. Sağ olun. Valla sağ olun. Amma utanıram biraz. Nə qədər yük olacağım mən sizə. Boş ver. Elə bil bugün sənin günündür, sabah da bizimki olar. Ona görə də bu gecə qalırıq burada, amma sabah burada qalmağın bir mənası yoxdur. Gedək hərəkətə keçək. Hərəmiz bir tərəfə baxaq. Görək nə edirik, həkimin dediyi məbləği toplamalıyıq. Yaxşı. Siz necə bilirsiniz elə də eləyək. Razıyam. Söz. Satmaq zad yoxdur ya hələ ki. Hələ ki yoxdur. Söz. Narahat olma. Sabah görəcəksən. Hər şey yoluna düşəcək. Baba, sən fikrində qətisən də, yəni israrlısan, ha? Nasıl fikrində? Bu şeydə evlənmək məsələsi, Aysunla Cavan. Başqa cür ola bilməz. Qəti. Yəni, fikrin dəyişməz də. Nə dəyişəcək? Nə? Mən ailəmə, nəslimə, soyadıma başqa qızı gətirmirəm və salam bir dəfə dedim. Nə biləm. Amma o Cavan Aysundan əl çəkənə oxşamır. Bunlar görmürsən Leyli Məcnun kimi bütün günü. Küçülü. Evi yoxdur. Mənə də cavan şey deyərlər. Mən dayanan deyiləm. Fikirləşəcəm, düşünəcəm, bir tədbir görəcəm. Nə tədbir görəcəksən bu? Necə həll olunacaq bu?
Pul. Pul? Pula İngilizce necə deyirlər? Money. 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 Bu xəstəlik elə bir şeydir ki, bala pul lazımdır. Xəstəxana, həkimlər, bilirsən nə qədər pul lazımdır? Onlar bu pulu hardan tapacaqlar, ha? Hı? Açığını yalan deyim. Mən bazı səbirsizliklə bu şounun axırını gözləyirəm. Belə bağlacaq belə yüngül proqnoz verə bilərsən mənə. Bu xəstəxanadır, bu həkimdir, dərmandır. Bunlar hamısı bala puldur axı. Pul lazım olanda bunlar neyəcəklər? Nə? Heç nə. Fırlanacaqlar, düşəcəklər qapı-qapı, pul axtaracaqlar. Tapa bilməyəcəklər. Onda nə olacaq? Onda cavan müəllim gələcək Cavanşir babasının qapısına, onun üstünə. Baba, mənə pul ver də, pul ver də. Başa çıxdı? Yaxşı, bu sənin proqnozun. Birdən gəlmədi. Gələcək, gələcək. Ona görə gələcək. Düzdür, biraz dikməşdir, amma o pula görə gələcək üstümə. Yox da indi o birdən gəlmədi. Gəlməsə, onda vəziyyətə görə uyğun hərəkət edəcəm də. Bir şey fikirləşəcək də Cavanşir baba çatdı. Deyirsən, hə, çatdı. Sonra bu özü seçsin. Ya sevgilisi ya da maması. Oo. Bu biraz ağır seçimdir ya. Belə bir ağırlığı yoxdur bala. Mən ailəmizi qorumaq üçün, bu birliyi, bu kökü qorumaq üçün başqa yolum yoxdur mənim bala. Ola da bilməz. Nə deyim? Sən nə deyirsən? Elə də olsun. Konkret serial yaşayırıq. Mən nə deyirəm? Burada olacaq. Aysun, onda sən qalanağın yanında biz gedək görək nə edə bilirik. Narahat olma. Buralardayım mən. Yaxşı, bu telefonun zaryatkası qutarıb. Görüm hardan tapa bilirəm. Onu zaryatkaya qoyun. İndi gözlə, mən baxacam görüm kimdə var. Bir 5-10 dəqiqə qoyarsan zaryatkaya. Ya da elə qoy mən də səninlə gəlim, hə? Mən də elə bugün maşınla məşğul olacam. Görüm nə edirəm, kimə satıram. Dayı çox ucuza verib eləmə də. Əş bilirəm də, indi vəziyyətə baxacam. Lazımdırsa sataq. Çox sağ olun valla. Nə deyəcəm bilmirəm. Çox utanıram. Elə şey olar. Heç nədən utanıb eləmə. Bu həyatda insan canının önəmli nə var ki? Hər şey qaydasındadır. Nəsə olsa, sən ana zəng elə, mənim telefonum sönüb. Eləyərəm. Anamın yanında olacam. Bir şey olsa sizə xəbər verəcəm. Sən işləyin fikir vermə, yaxşı? Biz biraz hərəkət eləyək, görək pul mövzusunu necə həll eləyirik. İnşallah. Nəysə, biz gedək. Telefon biraz yıxsın, özüm zəng eləyəcəm, yaxşı? Yaxşı.
Uşaq bu gecə də gəlmədi evə. Gəlmədi, hə. Zəng eləmisən? Zəng eləmişəm, zəng çatmır. Yəqin zaryadkası qutarıb. Yenə də həmin söhbət. Zaryadkası yoxdur, zəng çatmır. Birindən götürsün, zəng eləsin də bilmir ki, narahatıq biz. Nigaran qalmışıq. Niyə nigaran qalırsan ki? Yadına düşsə zəng eləyər də. Ürəyim partlayır Hikmət. Bilmirəm hardadır, nə vəziyyətdədir. Ay bala, ürəyin niyə partlayır? Bilmirsən hardadır? Xəstəxanada, qohumların yanında. Belə məsuliyyətsizlik olmaz. Əskərlikdən gələni 2 saat üst-üstə biz görməmişik bu uşağı hələ. Narahat olma. Telefonunu yandırar, zəng eləyər, danışarsın. Nəysə, sən işə gedirsən indi? İşlərim var, gecə gec qayıdacağım. Nə idi ki? Heç telefonu açıq saxla. Bir xəbər olsa sənə də zəng eləyim deyim. Açıqdır, narahat olma, yığarsan, deyərsən. Özündən müğayət ol. Durum gemi hazırlaşım. Mən burada qalsam, yoxsa sən cavan söhbəti ilə mənim axırıma çıxacaqsan. Neyinimi? Anayam da. Ana ürəyinə mən necə hökm eləyim ki, fikir eləmə. Başa düşmədim, ana ürək ürəkdir, atan ürək ürək deyil. Deyirəm, sən səbr elə gələcək də. Narahat olma, səbr elə. Of, cavan, cavan. Baba, o mehman bugün axırıncı günüdür də, düzdür? Gözləyək. Axşam 12-yə kimi vaxtı var. Nəsə mənim onun pul gətirəcəyindən aldım bir şey kəsmə. Allah bilir indi nə planlar qurur. Yox, o pul gətirəndir. Şərəfsiz şeydir o. O belə də ki, götürmür neyəcək. Başqa planı var, onun başqa yolu var. Nə bilim, mən belə hiss edirəm. Gözləyək. Özümə söz vermişəm. Onu bugün rahat bıraxmayacağım. Bəlkə bir də zəng eləyim, görüm haradadır. Zəng elə, gör nə var, nə yox. Gözləyəm. Zəng gedir. Götürmür. Götürmürsə deməli nəsə var da. Qaçır. Bilir ki, məsələ ciddidir. Əslində axşam da zəng eləmişdim, cavab vermədi. Yəni indi neyniyək? Gözləyək sabah. Yox, gözləyək. Axşama kimi vaxtı var. Ondan sonra mən bilirim nə yiyəcəm. Yəni bəlkə bu hələ pul tapmır, bizim pulumuzu verə bilmir, ona görə qaçır belə cavab zad vermir. Bəlkə də qaçıb artıq. Xəbərimiz yoxdur. Hara qaçırsa qaçsın. Necə olsa tapacaq da onu. Nə vaxtda kim qaçacaq? Yenə də mən birazdan zəng eləyərəm də, yenə görüm götürür, götürmür. Məncə boş yerə gözləyirik. Yox, məncə yox. Bu şansdır onun üçün. Ya pulu gətirəcək, ya da silinəcək. Amin, necəsən? Sağ ol, sən necəsən? Nə var, nə yox? Sağ ol, sən necəsən? Neyini? Sağ ol. İşin gücün. Başım qarışıqdı biraz işlərə, ona görə. Şöyle deyirəm, sənə bir işim düşüb. Buyur. Maşını satıram, vacib pul lazım. Neçənci ildir? Bu 2015-dir. 2015. Sovetdir də, amma motoru zadı necədir, yaxşıdır? Başladın elə qiyməti öldürməyə. Amma motoru bilmirsən, 50 dəfə mənlə 1000 dənə yerə getmirsən. Motoru əladır. İçindəki bilirsən də, xüsusi yığdırmışam kolonkalarına qədər, hər şey yaxşıdır. Neçəyə satmaq istəyirsən? 8 versələr götürsünlər də. 8 çoxdur. Niyə çoxdur, o qədər xərc qoymuşam mən bu maşına? Hardası 4000-5000-ə satmaq olar. Məzələnirsən ayranlı, 4-5 min nədir? Yəni Sovet belədir də, Sovet 4-5 mindən artıq satmaq olmur. Yox, qardaşım. İndi bax da özün. Şəkillərin qəşəng çəkmişəm, ataram sənə. Göstərginlə 8 verən olsa xeyirə şey. Vacib pul lazımdır. Yoxsa özün bilirsən ki, mən maşını satmaram. Heçsə də xəbərləşərik, xəbər eləyərəm sən. Qurban sən, gör nə inirsən. Başçısa. Yaxşı.
Yaxşı, geçsən gedək bir çay ətrafı söhbət edək. Yox, cavan gözləyir, vacib işim var. Yaxşı, öpürəm də Yaxşı, sən. hələlik. Xəbər elə mənə. Görüşərik. Yaxşı. Yaxşı. Sən can yadından çıxmasın. Baş üstə, baş üstə. Gecələrin sirdaşı, gecələrin sirdaşı. Dostu, Ha can, cavan gəlmir evə. yox gəlməyib mənim balam. 2 gündür gəlmir evə cavan. Nəsə olub? Yox, heç nə olmayıb. Sadəcə onunla danışmaq istəyirdim. Vacib bir sözüm var idi ona. Nə sözün var idi? Hə? De görüm əm dostuya. Yox, elə bir şey deyil. Özü ilə bağlıdır. Özü gəlsin deyərəm. Qorxudursan ha məni Gülnar. Yox, narahat olmayın. Bugün zəng elədim neçə dəfə. Götürmədi. İndi isə telefonu ümumiyyətlə açmır. Biz də zəng eləyirik, cavab vermir balam. Onda gələndə mənə deyərsiniz də, ya da ki, sizə zəng eləsə, deyərsiniz ki, Gülnar axtarır səni. Deyərəm balam, deyərəm. Çox sağ olun. Dəyməz əm dostusunun gözəli. Bu niyə axtarır görəsən cavanı? Allah xeyir eləsin. Səndən sonra danışaram Gülnar. Alo, oğlum salam. Hardasan, necəsən? Salam ata, yaxşıyam. Xəstəxanadayım hələ də. Telefon da bağlı idi, neçə dəfə zəng elədim. Hə, zərətqam qurtarmışdı, ona görə indi qoymuşam zərətqə. Ata, hardasan? Səninlə danışmalıyam, gəlim yanıma. Nə olub, nə məsələdir? Telefon söhbəti deyil də, üzbəüz danışaq. Gəl restorandayım. Oldu ata, oldu. Bax, yenə zəng eləyir. Hə, bir dincəl də, bir nəfəsini al da. At cavab ver də. Nə cavab verim, ay qızım? Nə cavab verim? Deyim ki, pul tapa bilməmiş, hə? Onsuz da adam başa düşmür də. Elə bir pul ağaçdan yığılır. Aç denən ki, axşama kimi gözləsinlər, vaxt versinlər. Amma aç, izah elə. Qızım, gözləmirlər, gözləmirlər. Başa düşürsən, gözləmirlər. Bir dəfə demişəm, 2 dəfə demişəm. Adam başa düşmür də. Elə hər dəfə eyni sözü deyir mənə. Pulu gətir, pulu gətir. Yaxşı, sən nə vaxta kimi qaçmaq istəyirsən? Aç bir sözvü denəndə cəmaata da. Sabah gəlib evimizi də alacaqlar əlimizdən. Mən bilmirəm, sən nə fikirləşirsən? Sən elə danışırsan ki, elə bil ki, mən nəsə eləyə bilərəm, amma eləmirəm. Pul yoxdur, pul! Get bir qapı döy də. Əlvi sallayıb niyə durmusan burada? Niyə oturmusan? Oturmamışam qızım. 2 gündür dilənçi kimi küçələri gəzirəm. Heç kimdə pul yoxdur. Bir də ki, o qədər pulu kim verər mənə? Kimdən istəyim? Kimin var ki? Çatlasan da, partlasan da sənə cavab verməyəcəm. Bax elə, it kimi gəbərəcəksən. İndi görərsən sən. Onlar bu işi belə qoyan deyil. Çox pis olacaq. Bax, mən sənə deyirəm. Bilmirəm, Ləman, bilmirəm bununla axırı necə olacaq. Bilmirəm. Heç nə bilmirəm. Salam ata. Necəsən? Belə də yaxşı deyiləm, heç yaxşı deyil. Sən neçə vaxt hardasan, ay baba? Bəs ananla niyə əlaqə saxlamırsan? Bilmirsən bu adam səndən narahat olur. Xəstəxanadaydım. Aysunun anasının vəziyyəti ağırdı. Böyrəyi çatışmazdı. Təcil əməliyyat lazım. Allah şəfa versin. Çox ciddi məsələdir. Bəs nə deyir həkimlər? Əməliyyat olsa şansı var.
Amma vaxt itirmək olmaz da. Kömək lazımdır, ona görə gəldim sənin yanına. Nə edə bilərəm sənin üçün? Pul lazımdır da ata. Əməliyyat üçün 45 min manat pul lazımdır. Nə qədər? 45 min. Mənim balam, 45 min az pul deyil. Bir də ki, bu pul məndə hardan? Bilirəm ya, az pul deyil ata. Amma neyinin başqa yolum da yoxdur da, kömək elə də mənə. Cavan, sən bilirsən ki, bütün evin hesabı babamın əlindədir. Mən özümə də lazım olanda heç bir şey eləyə bilmirəm. Hər şeydən xəbərdar olur. Mən sənə bu söhbətdə heç nə eləyə bilmərəm, mən balam. Özündə nəsə yoxdur, yəni özünə işini eləyənmirsən. Vallahi özümdə də yoxdur. Özümdə olsa mən sənə qıymaram. Bilmirsən, babam biraz sərt adamdır. Deyəcək, neyinsən o pulu? Birinci sualı olacaq, o sənin qadın nəyindir? O qadın mənim sevdiyim qızın anasıdır. Gəlin onun babamı başı sal da. Yəni deyirsən heç yaxın durmaz? Bəlkə özün danışsan səndən hardasa razılığa gələr. Amma mən gedib desəm, deyəcək sənin nəyindir? Mənə qarşı sərtdir, sənə qarşı yumuşaqdır, özün bilirsən axı. Bəlkə özün cəhd eləyəsən babanla danışmağa. Onda gedim axşam bir baş çəkim də babaya. Babanla danış, indi mən də baxım görüm başqa yerdən nə edə bilirəm də. Ən azından çalışaram ki, sənə nəsə kömək eləyim, amma inan ki, mənim özüm də qalmışam belə. Yaxşı. Onda mən gedim. Axşam baba ilə danışaram. Görüm nə edə bilirəm. Get danış mənim oğlum, get danış. Danışmamış istəyirəm, nəsə alındırım. Birinci babanla danış. Mən də bir beynimi işlədim. Amma sən bilirsən ki, mən sənə yalan danışa bilmərəm də. Ona görə mən sənə nə var düzünü demək borcundayım. Bilirəm, sən həmişə sözün düzünü deyirsən. Nə pis oldu ya. Getdim. Görüm nə edə bilirəm. Get babanla danış, amma analı nigaran qoyma. Yaxşı. Getdim. Get yaxşı. Gördün ata, bu mehman yenə bizi aldadır. Yenə həmişək kimi söz verir, and içir, sonra yenə qeyb olur. Klassik mehman da, yəni bildiyimiz mehman, fərq yoxdur. Bax, baba, yenə deyirəm, keçən dəfə dedim sənə, imkan vermədi ki, mən bir dənə onun ağzı burnunu dağıdım. Bu adamın bunlar sözlə başa düşmürlər, bunlara hərəkət eləmək lazımdır. Döyməyivin bir nəticəsi olacaq. Döymürük, ona görə nəticə yoxdur da. O mənim bu dəfə əlimə düşsün, mən onu xışlayacağam, amma sənə deyirəm. Əmirəm, bəsdir də, xışlayacam tutmusan. Kombayn zatsan sən xışlayasan. Bu mehman nədir ki, bəyəm bunu xışlayanda pul çıxır ondan? Bankomatdır mehman. Məzələnmə də, söhbət edirəm. Məzələnmirəm, söz deyirəm. Məzələrsən də ciddi söhbət gedir burada. Döyəndə pul verirlər adama. Bəlkə səsizlik kəsəsiz. Onunla da fikirləşim görüm bu işin axırlara gedir. Bir də zəng elə ona. Sağ ol, verəcək gör. Yenə cavab vermir. Aldadır da bizi. Aldadır da. Neyniyə indi? Nə deyirsən? Emran, sən onun evini tanıyırsan da deyəsən. Ev burada da qabaqda. Binalar var orada. Sonra bir dənə qonaq gidərik. Görək qonaqlar necə qarşılayacaq. Baba, qonaq getməyik. Gedək konkret onun evin əlindən alaq. Qoy ağlı başına gəlsin. Mənə baxırsan, mən yenə deyirəm, biraz ehtiyatlı olmaq lazımdır.
Bu ev zad almaq məsələsi biraz təhlükəli məsələdir. Ehtiyatlı olun. Fikir et, sən çox yumuşaqsan. Bir adam ki səni aldadır, səni atmaq istəyir. Neyləməlisən? Gələ qapısını təpiylə açasan da. Bəli. Pulu yoxdur. Evi var. Çıxardaq evindən. Yaxşı, mən hazır. Mən səhər tezdən hazır olacağam. Gedirik, onun vitrinini atırıq bayram. Yaxşı? Hoppa, başqa söhbət. Özünüz bilərsiniz. Neynədin sən? Nə yerdə qaldı o məsələ? Heç nə də getmişdim Raminin yanına. Maşını göstərdim. Nə bilim o da başladı ki, nə bilim bu köhnə maşındır, alan olmaz. Olsa da nə bilim baha alan olmaz. Düz deyir də. Ay nə düz deyir? Bilmirsən o maşına nə qədər pul vermişim. Mən bilirsən nə deyir? Deyir ki, 3-4 min anca verərlər. Dedim 7. 7 verirlərsə problem yoxdur. İndi özüm dedim, biraz gözləyək görək nə olur. Ay, yox, lazım deyilsən. Yox, müştəri çıxmasa neçə olsa verəcəm. Belə çıxmasa heç olmasa bilək pulun 10% düzəldi də. Yox, istəmirəm. Sənin bir dənə maşının var ayağı bir yerdən üzən. Onu da satırsan mənə. Belə olmaz. Ki, mənim maşınım var, sənin də dərdin var. Qardaş deyir, o nə deməkdir? Qurban da maşın sənə. Dəli səni deyirəm. Bilmirəm, vallahi bilmirəm. Sən yenə də icazə ver, mən biraz fikirləşim. Yaxşı, bəlkə nəsə eləyə bildim. Hələ satıb eləməm maşını, məndən xəbər gözlə. Fikirləş də fikirləş. Yəni nəsə olsa, bil ki o maşın sənindir də, yəni xəbərin olsun. Sən qardaşsın. Sən nə elədin bəs? Mən də işinə getdim elə atamın yanına. Dedim, bəs vəziyyət belədir, pul lazımdır. Elə gözlənilən də deyir ki, bizdə pul məsələlərinə mən baxmıram. Mən işini eləyə bilmərəm. Gərək baba icazə versin ki, nəsə olsun. Düz deyir də deyirəm. O kişi yığıb bütün pulu altına, oturub üstündə. Gərək onunla bir danışasan, onunla bir qəşəng, belə ciddi şəkildə danışasan. Qardaşım, onunla danışmaq olur. Gəlib deyəcəksən, başlayacaq da yenə, o kimdir, bizim nəyimizə lazımdır, o bizim ailə deyil, biz niyə eləməliyik? Təmiz qanımı qaraldacaq. Aysun xəstəxanada tək, pul yox, çarə yox. Mən başımı itirəcəm nə təmiz. Bəlkə deyirəm, bu dəfə kişi ilə danışasan. Birdən ürəyi yumşalar da, hər şey ola bilər. Cəhd elə də. Deyirsən? Hə də, hə. Əvvəl axır bu kişi ilə kimsə bir oturmalıdır, dərdləşməlidir. Get ürəyini boşalt. Deyən baba vəziyyət belədir. Bəlkə alındı. Yaxşı. Elə eləyərəm. Axşam gedim girim yanına. Görüm. Nə alınır, nə alınmır. Alınır, alınmır deyəndə ki, gelib danışacaqsan. Ya hə deyəcək, ya yox deyəcək. Sənin də ürəyində qalmayacaq da bu məsələ. Belə baxanda düz deyirsən. Bu gün danış. Bu gün danış gör nə deyir. İndi necəsən ana? Yaxşıyam bala. İndi yaxşıyam. Yaxşı baxırlar mənə. Nə bilim, sistem, zat, iynə, dərman. Özümü yüngülləşdirmişim elə. Ay, özümü yüngül hiss eləyirəm biraz, elə bil. Yaxşı ki, gətirdik səni. Evdə əziyyət çəkirdin. Sağ olsun. Həkim də yaxşı baxır. Əsir üstümdə. Həkim nə dedi sənə? Deyir, sağalacaqsan. Deyir, yaxşı da vaxtında gətiriblər. Düzələcəksən, deyir. Narahat olma qızım. Tez sağal. Tez sağal ki, evimizə qayıdaq. Mən bircə şeydən narahatam. Təkcə səndən narahatam, qızım. Özü çox yüklüyürsən də. Mənə görə narahat olma. Sən də özünü düşün. Əsas sənsən. Ana. İstəyirəm ki, Aygülə xəbər verim. Yox, heç olmasa bilsin ki, sən xəstəsən. Yox, qızım, demə. Dərslərini qoyub gələcək.
Ana, zəng eləyir axı. Zəng eləmişdi, zəngi açmadı. Narahat qalır axı. Bilmirəm valla. Amma qurban olum, demə xəstəxanadayım. Bilsə gələcək. İstəmirəm gəlsin. Yaxşı. Bəs bax, sən də telefonu evdə qalıb. İndi də 100% səni yığır. Narahat qalacaq. Sonra bilsəm onu nə deyəcəm. Nə bilim, nə istəyirsən de də. Nə bilim, deyinən telefonunu itirib, nə bilim, sındırıb. Axır bir şey de də. Gəlməsin sən Allah. Yalan deyim. Bu yalan sayılmır. De, heç nə olmaz. Yaxşı anam. Əsas sən tez sağ ol. Sağ olacağım. Narahat olma. İnşallah. Səbir lazımdır, biraz səbir elə, səbir. Salam Cavan. Salam. Necəsən Cavan? Yaxşıyam. Bağışlayıb, bayaq sən gibi gördüm. Başım elə qarışıqdı, aça bilmədim. Eyb yoxdur, heç nə olmaz. Nə olub? Cavan, sənə vacib bir şey deməliyəm. Baba ilə bağlıdır bu. Nə baba, nə olub Cavan, bizi aldadıblar. Kim aldadıb? Nə danışırsan, nə günlər? Mən eşitdim. İmranla baba danışırdı. Mən də təsadüfən qulaq astım. Nə eşitmisən? Bizi evləndirmək istəyirlər. Deyirlər ki, bunların hamısı qabaqcadan qurulan plandır. Nə planı? Başa düşmədim. Günlər, düz eşitmisən, dəqiq? Hə, dəqiq eşitmişəm. Bax, mən onlara çay aparırdım. Sonra gördüm ki, nəsə pıçıllaşırlar. Dayandım, qulaq astım. Dedilər ki, Cavanla Aysunu ayırmaq üçün Xalidənin bu vəziyyəti əsl bizim üçün köməkdir. Yəni sən deyirsən ki, bu xəstəlik, bu vəziyyət baba bunlardan istifadə eləyir? Ən pisi bilsən nədir? Baba deyir ki, hər nə olursa olsun, Cavanla Gülnarı mütləq evləndirəcəm. Bir də bu evə heç vaxt başqa bir qızın ayağı dəyməyəcək. Deməli, mən bu evə gəlməyim, bu şirin-şirin sözlər, söhbətlər, bunların hamısı oyundur, hə? Cavan, mən sadəcə sənə xəbərdar eləmək istədim. Başqa bir niyyətim yoxdur. Yaxşı, çox sağ ol. İndi mən onlara göstərərəm. İnsan həyatı ilə oynamaq nə deməkdir? Baba! Baba, sən nə edirsən? Nə oyun qurursan sən? Ne danışsan baba? Ne oyun? Sən bizə yalandan demirsən ki, sizi rahat buraxıram. Hə, aranıza girməyəcəm, sizə qarışmayacağam. Amma altdan plan qurursan ki, məni Gülnarla evləndirəsən. Bunu kim deyib sənə? Fərqi nədir, kim deyib? Mən bilirəm də, hər şeyi bilirəm. Sən onun anasının vəziyyətini oyuna qatırsan, hə? Neynirsən sən baba, hə? Neynəmək istəyirsən sən? Tonum aşağı. Məndən o tonda danışma, bu bir. İkincisi, mən
Heç bir oyun zadı qurmuram. Mən ailəm üçün çalışıram. Planım zadım da yoxdur. Sən ailəvi qorumursan, sən nəfsivi qoruyursan. Mən burada istədiyim adama görə əzab çəkirəm, sən orada fürsət güdürsən ki, məni Gülnarla evləndirəsən. Cavan. Ay kişi, sən nə danışırsan? Səni kim məcbur evləndirir? Xəstəsən sən. Sən nə deyirsən, Elə sən də bu işin içindəsən, hə? Babaya kömək eləyirsən. Aysun anasının o vəziyyətindən istifadə eləyirsiniz. Heç olmasa kişi kimi etiraf elə. Ağzını danışığın bilə. Mən heç eləməmişəm, məni niyə şər atırsan? Cavan, babanla normal danış. Əmin olmadığın şeyə görə bu qədər hayküyə dəyməz. Kim deyib sənə bu cəfəngiyatı? Mən demişəm. Mən eşitmişəm.